bir-birinizə təşəkkür edirəm, diqqətinizə görə minnətdaram. Şəhidimizin cənnətdəki dəyişməyən mövludu mübarək olsun. Mən də bütün qonaqlarımızı salamlayıram. Hər birimizin borcudur ki, burada iştirak edək. Mən də qürur duyuram ki, burada iştirak edirəm. Layla xanıma təşəkkürümü, Əfsanə xanıma təşəkkürümü bildirirəm dəvətə görə. Şəhidimizə Allahdan rəhmət, valideynlərinə səbir diləyirəm. Mövludu mübarək olsun. Gələn ayaqlarımız var olsun. Hamımıza təşəkkür edirəm. Yenə də mən öz adımdan şəhid anası qarşısında, şəhidin atası qarşısında baş əyirəm. Allahdan ruhuna nur çiləməsini diləyirəm. Sağ olun, var olun ki, belə bir övlad yetişdirdiniz torpaq üçün, cəmiyyətimiz üçün. Həqiqətən biz varıqsa, bu günləri bir araya toparlanıb, oturub, əyləşib, yeyib, içib, deyib, gülüb, gəzə biliriksə, həqiqətən o həm torpaq altında yatan şəhidlərimizin, həm də qazilərimizin sayəsindədir ki, biz bu günləri öz həyatımızı davam elətdiririk. Həqiqətən onlar haqqında danışanda mən qəhər boğur. Bir həkim olaraq belə anaların, belə ataların qarşısında bizim vəzifə borcumuz həmişə onları xatırlamaq.